Salam dəyərli dostlar, bu gün mən sizlərə Azərbaycanın iqtisadi coğrafi rayonları haqqında məlumat verəcəm. Belə ki, 7 iyul 2021-ci ildə Azərbaycan Respublikasında yenidən rayonlaşma aparılmış və 14 iqtisadi coğrafi rayona ayrılmışdır. Bəs iqtisadi coğrafi rayon nədir? Demək, iqtisadi coğrafi rayon təbii şəraitinə, ehtiyatlarına, təsərrüfatının ixtisaslaşma istiqamətlərinə görə, əhalinin məskunlaşma və inkişaf səviyyəsinə görə fərqlənən ərazilərdir. Sahəsinə görə ən böyük iqtisadi coğrafi rayonumuz Qarabağ iqtisadi coğrafi rayonudur. Onun tərkibində 9 rayon və 11 şəhər var. Rayonlar Füzuli, Ağcabədi, Bərdə, Xocavənd, Ağdam, Tərtər, Ağdərə, Xocalı və Şuşadır. Tərkibində 2 respublika əhəmiyyətli Xankəndi və Şuşa şəhəri, eyni zamanda Füzuli rayonunda da Horadiz şəhəri var. Yəni 11 şəhər var, 9 rayon var və İran İslam Respublikası ilə sərhəddi var. Araz boyu sərhəddi Füzuli rayonunun ərazisindədir. İkinci yerdə ən böyük iqtisadi coğrafi rayonumuz Şəki-Zaqataladır. Şəki-Zaqatala iki ölkə ilə sərhəddir, Rusiya və Gürcüstanla sərhəddir. Onun tərkibində olan Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və bir respublika əhəmiyyətli, yəni Şəki şəhəri yerləşir. Və burada 3 rayon iki ölkə ilə sərhəddir, Balakən, Zaqatala və Qax. Sonraki yerdə isə sahəsinə görə Qazax-Tovuz iqtisadi coğrafi rayonudur. Burada olan rayonlar bunlardır. Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy. Burada isə 5 rayon və 6 şəhər var. Rayonlar saydıq, şəhərlər isə əlavə olaraq Tovuz rayonunda Qovlar şəhəri var. Və 2 ölkə ilə sərhəddi var. Gürcüstan və Ermənistan ilə sərhəddi var. Burada da Qazax, Ağstafa, Tovuz 2 ölkə ilə sərhəddə malikdir. Yəni, Şəki-Zaqatala ilə Qazax-Tovuzun ortaq xüsusiyyətlərindən biri də hər ikisində 3 rayon 2 ölkə ilə sərhəddə malikdir. Sonraki yerdə, yəni 4-cü yerdə sahəsinə görə ən böyük Quba-Xaçmaz iqtisadi coğrafi rayonudur. 5 rayon və 6 şəhər daxildir. Qusar, Quba, Xaçmaz, Şabran, Siyəcən. Şəhərlərdən biri isə Xudat şəhəridir. Və bura Rusiya Federasiyası ilə sərhəddə malikdir. Qusar və Xaçmaz rayonları Rusiya ilə sərhəddir. Sonraki yerdə Mərkəzi Aran iqtisadi coğrafi rayonudur ki, Mərkəzi Aranın tərkibində 6 rayon, 7 şəhər var. Rayonlar Kürdəmir, Zərdab, Ucar, Göyçay, Ağdaş və Yevlax və şəhərlər Mingəçevir şəhəri və digər rayonların inzibati mərkəzi. 2 respublika əhəmiyyətli şəhər var. Yevlax və Mingəçevir. Heç bir ölkə ilə sərhəddi yoxdur. Sonraki 6-cı yerdə Şərqi Zəngəzur iqtisadi coğrafi rayonu 5 rayon, 5 şəhər var. Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl. 2 ölkə ilə sərhəddi var. Demək, Ermənistan və İran. Və burada isə Zəngilan rayonu hər ikisindən sərhəddir. Sonraki yerdə olacaq Dağlıq Şirvan iqtisadi coğrafi rayonu 4 rayon və 4 şəhər. İsmayıllı, Ağsu, Şamaxı və Qobustan. Heç bir ölkə ilə sərhəddi yoxdur. Növbəti yerdə, yəni 8-ci yerdə ərazisinə görə Şirvan Salyan iqtisadi coğrafi rayonudur. Bura daxildir Hacıqabul, Salyan, Neftçala, Biləsuvar. Burada 4 rayon var və 5 şəhər var. Şəhərlərdən isə biri respublika tabedir, Şirvan şəhəri. Növbəti yerdə, yəni 9-cu yerdə Lənkəran-Astara iqtisadi coğrafi rayonudur. Burada da şəhərlərin sayı çoxdur. Demək, 6 rayon var, 8 şəhər var. Hansılardır? Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəllabad. Cəllabadda Göytəpə şəhəri, Lənkəranda Liman şəhəri. Yəni 6 rayon və 8 şəhər var. Bir ölkə ilə sərhəddi var, İranla sərhəddir. Burada Astaranın, Lerikin, Yardımlının və Cəllabadın İranla sərhəddi var. Xəzər dənizindən çıxanlar isə Astaradır, Lənkərandır, Masallıdır. Bu gördüyümüz hissə də Lənkəranın bir hissəsidir. Sonraki yerdə 10-cu yerdə Milmuğan iqtisadi coğrafi rayonu 4 rayon və 4 şəhər. Sabirabad, Saatlı, İmişli, Beyləqan.
Yəni Dağlıq Şirvanla ortaq xüsusiyyəti var ki, hər ikisinə 4 rayon və 4 şəhər. Və burada İmişli və Beyləqan İranla sərhəddi var. Sonra 11-ci yerdə Naxçıvan İqtisadi Coğrafi rayonu. Burada 7 rayon, 6 şəhər var. Rayonlar Sədərək rayonu, Şərir rayonu, Kəngərli rayonu, Babək rayonu, Şahbuz rayonu, Culfa və Ordubad rayonlarıdır. Şəhərlər isə az olmasının səbəbi Sədərək rayonunun mərkəzi Qəsəbədir, Heydərabad, Kəngərli rayonunun mərkəzi isə Qıvraq qəsəbəsidir. Respublika tabeli 3 şəhər var: Naxçıvan, Culfa və Ordubad. 3 ölkə ilə sərhəddi var: Ermənistan, Türkiyə və İran. Burada Sədərək rayonu 3 ölkə ilə sərhəd var, yəni Ermənistan, Türkiyə və İran. Şərur 2 ölkə, Kəngərli 2 ölkə, Babək 2 ölkə, Culfa 2 ölkə, Ordubad 2 ölkə ilə sərhəddə malikdir. Şahbuz isə yalnız Ermənistanla qonşudur. 12-ci yerdə Gəncə Daşkəsən İqtisadi Coğrafi rayonu. Tərkibində 4 rayon və 7 şəhər var. Rayonlar Daşkəsən, Göygöl, Samux və Goranboy. Tərkibində olan şəhərlər Naftalan, Dəli Məmmədli, sonra Gəncə şəhəri. Bu şəhərlərin, yəni ümumi iqtisadi coğrafi rayonlar içərisində rayonlar və şəhərlərin sayında ən çox fərq ilə Gəncə Daşkəsəndədir. Ermənistanla sərhəddi var, eyni zamanda Gürcüstanla da sərhəddi var. Bunu unutmayaq. 2 ölkə ilə sərhəddi var. Gəncə Daşkəsən İqtisadi Coğrafi rayonu. Şəhərlərin sayı oldu 7, rayonların sayı isə oldu demək 4. Sonraki yerdə olacaq Abşeron Xızı İqtisadi Coğrafi rayonu. Onun tərkibində 2 rayon və 3 şəhər var. Xızı və Abşeron rayonu, şəhərlərdən isə Sumqayıt şəhəri Respublika əhəmiyyətlidir. Sonraki yerdə olacaq demək ən sonuncu yerdə Bakı İqtisadi Coğrafi rayonu. Bakının tərkibində elə yalnız Bakı şəhəri daxildir. Bakı şəhərinin daxilində isə 12 mikrorayon var. Yəni onlar hansılardır? Xəzər rayonu, Qaradağ rayonu, Sabunçu rayonu, sonra Binəqədi rayonu, sonra Yasamal, Nizami, Nərimanov, Nəsimi, Xətai, Səbai, Suraxanı və Pirallahı rayonları daxildir. Demək, təbii artımın aşağı və ümumi artımın yüksək olduğu bir iqtisadi coğrafi rayondur. Ölkəmizdə ümumi əhalinin 23% buradadır. Yeri gəlmişkən şəhər əhalimizin isə 42,9% Bakı İqtisadi Coğrafi rayonunda məskunlaşıb. Əhalisinə görə bəzi iqtisadi coğrafi rayonlarda göstərək. Birinci yerdə məsəl üçün Bakıdır, ikinci yerdə Lənkəran Astaradır, üçüncü yerdə Qarabağdır, dördüncü yerdə mərkəzi Arandır, beşinci yerdə Qazax Tovuzdur əhalisinə görə, altıncı yerdə Şəki-Zaqatala, yeddinci yerdə Gəncə Daşkəsəndir, 8-ci yerdə Abşeron Xızı, 9-cu yerdə Quba Xaçmaz, 10-cu yerdə Milmuğam, 11-ci yerdə Şirvan Salyan, 12-ci yerdə olacaq demək Naxçıvan, 13-cü yerdə Şərqi Zəngəzur, 14-cü yerdə isə Dağlıq Şirvan İqtisadi Coğrafi rayonudur. Və əhalisinə görə yadda saxlayaq ki, birinci Bakı, sonuncu Dağlıq Şirvandır. Ən kiçik ərazisinə malik olan iqtisadi coğrafi rayon Bakı əhalisinin sayına görə birincidir. Ərazisinə görə isə ən böyük oldu Qarabağ İqtisadi Coğrafi rayonu, ən kiçik isə dedik ki, Bakıdır. Sonra başqa bu iqtisadi coğrafi rayonlardan nə düşə bilər? Meyvəçilik. Xüsusi meyvəçiliyin müxtəlif sahələri üzrə ixtisaslaşmış iqtisadi coğrafi rayonlar hansılardır? Məsəl üçün, tumlu meyvəçilik, alma və armud üzrə Quba Xaçmaz İqtisadi Coğrafi rayonu. Qərcəxli meyvəçilik, yəni qoz, fındıq, şabalıd üzrə Şəki-Zaqatala İqtisadi Coğrafi rayonu. Sonra çəyirdəkli meyvəçilik üzrə ixtisaslaşmış iqtisadi coğrafi rayonumuz Naxçıvandır ki, burada da çəyirdəkli meyvəçilik ərik və şaftalıdır. Sitrus meyvəçiliyi, limon, portağal, feyxuva, Lənkəran Astara İqtisadi Coğrafi rayonu ixtisaslaşıb. Quru subtropik meyvəçilik, heyvə və nar,
Quru subtropik meyvəçilik, heyva nar, mərkəzi Aran. Heyva əsasən Ağdaşda, nar isə Göyçayda. Cənub meyvəçilik, püstə, badam, əncir, zeytun, Abşeron, Xızı və Bakı İqtisadi Coğrafi rayonu ixtisaslaşıb. Tut ağaclarının sayına görə mərkəzi Aran fərqlənir. Sonra başqa iqtisadi coğrafi rayonlardan nə demək olar? Qadınların sayı çox olan iqtisadi coğrafi rayonlar hansılardır? Lənkəran, Astara, Dağlıq, Şirvan, Quba, Xaçmaz. Təbii artımı yüksək olan inzibati rayonlar hansılardır? Yardımlı, Cəlilabad, Biləsuvar, Qobustan. Bu 4 rayonda təbii artım 1000 nəfərə 12 nəfərdən yüksəkdir. Sonra başqa nə demək olar? Milli tərkibində rəngarəng olan iqtisadi coğrafi rayonlar, yəni başqa xalqlar, belə də etnoslar, başqa milli azlıqların yaşadığı iqtisadi coğrafi rayon. Ən rəngarəngi Bakıdır, Quba Xaçmazdır, Şəki-Zaqataladır və Lənkəran Astaradır. Belə deyək də, yekcins olanlar, yəni əsasən qarışıq olmayanlar. Mil Muğamdır, mərkəzi Arandır, Qarabağdır, Naxçıvandır, Gəncə, Daşkəsən, Qazax, Tovuz, Dağlıq, Şirvan da bura aiddir. Amma Dağlıq, Şirvanda məsəl üçün ləzgilər var, tatlılar var, malakanlar var. Belə xalqlar yaşamağına baxmayaraq, ümumi nisbətdə, yəni ki, yekcins sayılır. Dağlıq Şirvanı bəzən rəngarəng götürürlər, yəni onu səhv etməyərsiniz. Dağlıq Şirvan yekcinsdir ümumi nisbətdə. Sonra nə demək olar? İqtisadi coğrafi rayonlardan Dağlıq Şirvanın, mərkəzi Aranın, Abşeron, Xızının və Bakının xarici dövlətlə sərhəddə olmadı. İki dövlətlə sərhəddə olanlar Şəki-Zaqatala, Qazax, Tovuz, Şərqi Zəngəzur, Gəncə, Daşkəsən, üçü ilə sərhəd olan isə oldu Naxçıvan İqtisadi Coğrafi rayonu. Belə, əlavə sizin maraqlı məlumatlarınız olsa, rəylərdə qeyd edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm.